Salam dostlar, hər vaxt xeyir olsun. Qurbanlıq bayramımızdan mübarək olsun. Dostlar, bu yaxın zamanda paylaşmışdım Ağdağını. Artıq hazırdır. Bura girişimizdir. İnşallah ardından da Avropa qapıları qoyulacaq. Bura girişdir. Üst mərtəbənə keçən yeri demək olar. Keçək qonaq otağına. Bura qonaq otağıdır. Bir də yazırsınız, yəni bu aboylardan. Amma aboyda seçimdə bizlik deyil. Aboyun seçimi ev sahibinə aiddir. Bizim işimiz keyfiyyətli iş görməkdir bacardığımız qədər. Yəni aboy seçim bizə aid deyil. Keçək növbəti yataq otağına. Bura növbəti yataq otağımızdır. Keçək növbəti yataq otağını göstərək. Divarlar Ağdağdan, Mayaqdan çıxıb 4D çıxıb özdə bu ev. Yəni indi bilənlər bilir də 4D nədir. Xeyir olsun, hər bir düzələn evlərdə toy, nişan, xoş günlər olsun. Keçək növbəti yataq otağına. Bu mərmər tekstura aboydur. İnşallah polunla qapılar da vurulsa, polun lakıyla qapılar da qoyulsa, çox gözəl görünəcək. Bu da mətbəximizdir. Mətbəxin arasını daşıdır, sinerik daşı. Keçək, hamamımızı göstərək. Düzdür, içəridə material olduğu üçün tam çəkə bilmirəm. Bu da hamamımız, yenə də ki, hamam ev gəlsin, zəvqına uyğun yığılıb. Xeyirli olsun. Bu da üst mərtəbəmiz.